Herkese yeni bir videodan daha salam dostlar. Bugünkü videomuzda sizlerle birlikte telefon tertibatçı seçimlerini əlavə etmək olar və telefonu daha sürətli etmək üçün nə etmək lazımdır onu göstereceğim. Bildiğiniz gibi kanalın adını Tez Yusuf koydum. Kanalın adını değiştim ve artık bu kanalın adıyla devam edeceğim. Eğer videomu beğenip like attıksa gəlin videomuza keçək. Öncelikle ayarlar bölmesine daxil oluruq. Daha sonra aşağı sürüştürərək əlavə tənzimləmələrə daxil oluruq. Aşağıdan gəlsə birinci TRT seçimləri necə əlavə etmək olar onu göstərəcəm. Telefon haqqında daxil oluruq və New versiya sözünü bir neçə dəfə basırıq. Məndə artıq əlavə olunub. Bir neçə dəfə basırsınız və sizə gəldi ki, siz artıq gəlişdirsiniz. Bu gəldikdən sonra düşürsünüz aşağı. Əlavə tənzimləmələr və buradan gördüyünüz kimi tərcih seçimləri gəlib. Bu sizdə olmur əslində. Bunu əlavə edirsiniz, daha sonra gəlib burada daxil olursunuz. Aşağı sürüşdürürsünüz biraz. Burada şəbəkə, HD səs, giriş, tətbiqlər tapmalıyıq. Gəlin tətbiqləri tapaq. Media və tətbiqlər. Tətbiqlər hissəsində gördüyünüz kimi bu hissədə tətbiqlər. Buradan arxa plan proses limitini basırıq və en çok 2 prosesi basırıq və telefonunuz daha sürətli işləyəcəkdir. Əgər bu cür videonun devamının gəlməsini istəyirsinizsə kanalıma abunə olub videomu bəyənib mənə dəstək eləməyi unutmayın. Bildirimləri açın ki bu cür videodan həmin xəbərdar olasınız. Bu videonun da bu qədər idi. Gələn videoda görüşərik.